Putinin iqamətgahına hücum olub, Trampı kim aldadır? Tehran etirazlarla silkələnir. Pezeşkiyan göstəriş verdi. Türkiyəyə F-35 satmaqla bağlı ciddi düşünürük. Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı. Erməni general da sərhədimizə gəldi. Deputatlar bayram günlərində harada olacaqlar? Azərbaycanda minlərlə ailəyə birdəfəlik yardım ödənildi. Ukrayna müharibəsində ən qanlı, ən təhlükəli məqam yaranıb və bundan sonra müharibədən çıxmaq üçün ya Zelenski, ya da Putin hakimiyyətdən getməlidir. Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. Rusiya iddia edir ki, Putinin iqamətgahına onu aradan götürmək üçün Ukrayna dron hücumu təşkil edib. Özü də bu hücum danışıqların ən intensiv dövrünə təsadüf edib. Zelenski isə deyir ki, Rusiya yalan danışır. Belə bir hücum olmayıb. Bu, Rusiyanın danışıqları pozmaq cəhdidir. Bu situasiyada ya Putin, ya da Zelenski yalan danışır. Bunu anlamaq üçün emosional yanaşmanı kənara qoymaq, soyuq başla düşünmək lazımdır. Emosional yanaşma budur ki, Rusiya, Putin həmişə yalan danışır. Amma bu məsələdə bir ciddi məqam var. Hər iki tərəf bu iddiaları Amerika Birləşmiş Ştatlarına, Trumpa deyirlər. Yəni ya Zelenski, ya da Putin yalan danışmaqla yanaşı Trumpı da aldatmağa çalışır. Deməli, məhz Amerika Birləşmiş Ştatları deməlidir ki, yalançı kimdir? Çünki indiki dünyada məhz Amerika Birləşmiş Ştatlarının ən çox peyki orbitdədir. Starlink və Starshield hərbi nəzarət peykləri ilə bir yerdə Amerika Birləşmiş Ştatlarının indi orbitdə 5000 peyki var. Bu kosmik peyk ordusu dünyanın hər nöqtəsinə baxır. Ukrayna müharibəsinə, Rusiyanın aqressiyasına görə peyk ordusunun 60%-dən çoxu məhz münaqişə bölgəsini izləyir. Həmin peyklər nəinki göydə uçan cisimləri, hətta yerdə gedən avtomobilin nömrəsini belə görə bilir. İndi sizcə, Amerika Birləşmiş Ştatlarının 5000 peyki, 18 xüsusi xidmət orqanı kimin yalan danışdığını bilir ya bilmir? Məncə bilirlər və bunu yaxın zamanda görəcəyik. Amma müharibənin bitməsi üçün kim yalan danışıbsa, onun getməsi lazım olacaq. Ekspert vurğulayıb. Qeyd edək ki, Rusiya Putinin Novgoroddakı iqamətgahına 91 PUA ilə hücum edildiyini bildirib. Ukrayna lideri Zelenski isə bu iddianı təkzib edib. Daxili İşlər Nazirinə etirazçıların nümayəndələri ilə dialoq yolu ilə onların qanuni tələblərini dinləmək barədə tapşırıq vermişəm. Bunu İran prezidenti Məsud Pezeşkiyan özünün X səhifəsində yazıb. Pul və bank sistemində islahatlar aparmaq və insanların alıcılıq qabiliyyətini qorumaq üçün fundamental tədbirlərimiz var. O əlavə edib. Qeyd edək ki, bir neçə gündür Tehranda hökumətin iqtisadi siyasətlərinə qarşı etiraz aksiyaları keçirilir. Türkiyəyə F-35 təyyarələri satmaqla bağlı çox ciddi düşünürük. Bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump, İsrail baş naziri Benyamin Netanyahu ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib. Söz verirəm ki, onlar, yəni Türkiyə bunu heç vaxt İsrailə qarşı istifadə etməyəcəklər. Trump bildirib. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evində dindirib. Buna səbəbsə onun səhhətindəki problemlər olub. Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib. Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 Dövlətə xəyanət və 193.1.3.2 Cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib.
Ermənistan Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan hərbçiləri qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etmək üçün ölkənin şərq sərhəd zonasına səfər edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, ötən gün Ermənistan prezidenti Vaqen Xaçatryan da sərhəddə yerləşən hərbi hissəni ziyarət etmişdi. Dekabrın 31-dən Azərbaycanda bayram tətili başlayır. Hazırda ictimaiyyət arasında maraq doğuran məsələlərdən biri də deputatların planlarıdır. Maraqlıdır. Onlar istirahət günlərində harada olacaqlar? Qlobal İnfoaz bu məqsədlə millət vəkilləri arasında sorğu keçirib. Aqil Abbas ölkədə olacağını bildirib. Hər il olduğu kimi bu dəfə də həyat yoldaşım, övladlarım və nəvələrimlə birlikdə Bakıda, öz evimdə olacağam. Elman Məmmədov bayramı ailəsi ilə birlikdə keçirəcəyini deyib. Bir mənalı olaraq evdə ailəmlə olacağam, lakin bayram ərəfəsində müəyyən ehtiyacı olan ailələrimizlə, şəhid ailələri ilə görüşməyi planlaşdırmışam. Yanvarın 1-dən sonraki günlərdə işğaldan azad olunmuş Xocalı və Ağdama gedəcəm. Həm bayramlarını təbrik edəcəm, həm də görüş keçirəcəyim. Elman Nəsirov rayona gedəcəyini qeyd edib. Bugün Milli Məclisin iclası başa çatdıqdan sonra ailəmlə birlikdə Cəlilabad rayonu Təzəkənd kəndinə ata yurduma gedəcəyik. Atam, bacılarım oradadır. Həm dünya Azərbaycanlılarının həmrəylik gününü, həm də yeni ili atamla birlikdə qarşılayacağıq. Azay Quliyev Bakıda olacağını deyib. Yeni ili Bakıda, öz evimizdə qeyd edəcəyik. Bayramdan sonra planımızda Qarabağa getmək var. Amma ümumilikdə ölkədə olacağam. Arzuxan Əlizadə də bayramı yaxınları ilə birlikdə qeyd edəcəyini bildirib. Bu bayramı da ənənəvi olaraq ailə üzvlərimlə birlikdə Bakıda qeyd edəcəm. Yeni ili evə yaxın bir ərazidə keçirməyi planlaşdırmışıq. Yaxın qohumlarımız və tələbə yoldaşım da öz ailəsi ilə bizimlə birlikdə olacaq. Prezident İlham Əliyevin sərəncamına əsasən Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibəti ilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb. Birdəfəlik maddi yardımlar ümumilikdə 76.103 ailəni əhatə edib. Bundan əvvəlsə Dövlət Sosial Müdafiə Fondu dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyalarına, dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyalarına, dekabrın 25-də isə dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlarını ödəyib. Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.